Mən beyinə bir universitet kimi baxıram. Beynin universitetin fakültələri var. Necə ki, universitetin fakültəsi var, hüquqşünaslıq, jurnalistika, nə bilim, filologiya, pedaqogika. Burada da var yaddaş, oxumaq, intuisiya və s. səliqə. Mən istəyirəm hər birinə girim, əlası bitirim, çıxım sərədə. Çox maraqlı. Deyək ki, yaddaşa girdim, dünya çempionu kimi ən yüksək nailiyyət aldım, çıxdım. Mən maraqlı deyil o pilləkanlarda kim mən nə dedi. Ay yaddaşın limitləri var. Hətta dünya azanın, dünyanın ən güclü tibb alimləri deyir ki, qardaş yaddaşı mümkün deyil. Bəziləri deyir ki, qulaq asmayın bunlara. Mənə nəzarət edin. Bəli. Qardaş nəticəm var da. Yəni sıfırdan gəlib çempion olmuşam. Mənə o pilləkanlarda kimin qıraqdan buzağın dediyi söz qətiyyən maraqlıdır. İntuisiyanın təlimi var. Ay filan kəsin intuisiyası güclüdür, mənə o maraqlı deyil. Ay mən təsəvvür edirəm, o qədər disiplinasiz adam olmuşam, səliqəsiz ki, mənim barəsində işdən çıxardırdılar. Hətta elə. Tam ziddi. Yəni bu mənim valideynlərim də bilir, dostlarım bilir ki, təsəvvür edirəm 11-də yağış yağardı, mən işə girmirdim. İndi həmin adamlar məndən disiplin dərsi alır. Girdim o səliqə fakültəsinə, onu da əlası bitirdim. İndi mən biznesmenlərə dərs verirəm. Oxumaq. Mən kitab oxuya bilmirdim, indi istəsəm nə qədər istəsəm kitab oxuya bilərəm də. Yəni intuisiya və digər demək istədiyim və istəmədiyim bəzi fakültələr. Mən beynin yanaşmam belədir.